Kanalıma xoş gəldiniz. Bu videoda zəncəfilin faydaları və istifadəsi ilə bağlı danışacağıq. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Zəncəfil qədimdən müalicə məqsədilə istifadə olunan möcüzə bitkidir. Təbii sağlamlıq qaynağıdır. Zəncəfil orqanizmdə iltihabları azaldır. Tərkibindəki gingerol maddəsi güclü iltihab əleyhinə təsir göstərir. Soyuq dəyməyə qarşı təbii dərmandır. İmmuniteti gücləndirir və bədəni isidir. Mədə ağrılarını və qaz problemini aradan qaldırır. Həzm prosesini sürətləndirir. Bulantıya qarşı effektiv vasitədir. Hamilə qadınlarda səhər bulantılarını azaldır. Boğaz ağrısı və öskürəyə qarşı təbii müalicə üsuludur. Çay formasında qəbul olunur. Qan dövranını yaxşılaşdırır. Bədəni enerji ilə təmin edir. Antibakteriyal xüsusiyyətə malikdir. Orqanizmi mikroblardan təmizləməyə kömək edir. Ağız qoxusunu azaldır. Təzə nəfəs üçün zəncəfil çeynəmək tövsiyə olunur. Baş ağrısını aradan qaldıra bilər. Xüsusilə miqren zamanı rahatlıq verir. Arıqlama prosesində faydalıdır. Metabolizmi sürətləndirir və yağ yandırmağa kömək edir. Revmatizm ağrılarını azaldır. Müntəzəm istifadə oynaq sağlamlığına müsbət təsir edir. Menstrual sancıları yüngülləşdirir. Təbii ağrı-kəsici kimi işləyir. Qaraciyəri toksinlərdən təmizləməyə kömək edir. Zəncəfil detoks proqramlarında istifadə olunur. Qan şəkərini tənzimləyir. Diabet xəstələri üçün faydalı ola bilər. Xərçəng hüceyrələrinin yayılmasını yavaşlada bilər. Tədqiqatlarda bu xüsusiyyət müşahidə olunub. Ürək sağlamlığını dəstəkləyir. Xolesterolu salmağa kömək edir. Stressi və əsəbilik halını azaldır. Təbii rahatladıcı təsiri var. Göz sağlamlığına faydalıdır. Antioksidantlar görməni gücləndirir. Dərinin parlaq və sağlam görünməsinə yardımcı olur. Dərialtı qan dövranını yaxşılaşdırır. Saç tökülməsinin qarşısını ala bilər. Saç dərisinə qan axını artırır. İmmuniteti gücləndirən içkilərin əsas tərkib hissəsidir. Xüsusilə limon və bal ilə birlikdə istifadə olunur. Qaraciyər yağlanmasına qarşı profilaktik təsir göstərir. Orqanizmi təmizləyir və metabolizmi aktivləşdirir. Qəbizlik problemini azaldır. Həzm sistemini hərəkətə gətirir. Tərləməni artıraraq bədəni toksinlərdən təmizləyir. Bu proses immun sistemi dəstəkləyir. Xolesterol səviyyəsini aşağı salır. Arteriyaların tıxanmasının qarşısını alır. Astma və bronxit kimi tənəffüs yolları xəstəliklərində köməkçi vasitədir. Tənəffüsü rahatlaşdırır. Diş ağrısında təbii analgetik kimi istifadə olunur. Zəncəfil şirəsi ilə qarqara faydalıdır. Zəhərlənmələrdə bədəni bərpa etməyə kömək edir. Bağırsaqları sakitləşdirir. Beyin fəaliyyətini stimullaşdırır. Yaddaşı gücləndirə bilər. Əzələ ağrılarını azaldır.
İdman sonrası istifadə üçün idealdır. Sümük sağlamlığını qoruyur. Kalsiyumun sorulmasına kömək edir. Allergiyalara qarşı orqanizmi möhkəmləndirir. Antihistamin xüsusiyyətləri var. Zəhərli maddələrin bədəndən atılmasına dəstək olur. Qaraciyərin funksiyasını artırır. Qocalma prosesini ləngidir. Hüceyrə yenilənməsini sürətləndirir. Zəncəfil çayı halsızlıq zamanı enerji verir. Günə başlamaq üçün əla seçimdir. İştahı tənzimləyir. Həm az, həm də çox yeməyin qarşısını alır. Ağızda yaranan iltihablara qarşı müalicəvi təsiri var, diş ətini gücləndirir. Zəncəfil yağından masaj üçün istifadə olunur. Qan dövranını aktivləşdirir və rahatlıq verir. Zəncəfil tozu yeməklərə dad qatır. Eyni zamanda həzmə kömək edir. İçkilərdə istifadə olunduqda həm dad, həm də fayda qatır. Xüsusilə smuzilərdə geniş tətbiq olunur. Qrip və soyuq dəymə zamanı çay şəklində qəbul olunur. Bədənə istilik və rahatlıq verir. Bədənə daxil olan viruslara qarşı müdafiə qurur. İmmun sistemini stimullaşdırır. Əzələ spazmını azaldır. İdmandan əvvəl və sonra faydalıdır. Bədəni tarazlıqda saxlayır. Soyuq havalarda isti təsir göstərir. Qan təzyiqini tənzimləyə bilər. Hipertoniya riskini azaldır. Maddələr mübadiləsini sürətləndirir. Enerji sərfiyyatını artırır. Sürətli sağalma üçün istifadə olunur. Xüsusilə soyuq dəymə və iltihab hallarında. Orqanizmin təbii müdafiə mexanizmini aktivləşdirir. Xəstəliklərə qarşı dayanıqlılığı artırır. Yaraların sağalmasını sürətləndirə bilər. Antiseptik xüsusiyyətə malikdir. Dinlədiyiniz üçün çox sağ olun, videonu bəyənin. Və daha çox sağlamlıq videoları üçün abunə olmağı unutmayın. Sizlərə can sağlığı, zənginlik və xoşbəxtlik arzulayıram.